Prezident İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Duncan Normanı qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Zatia Alileri, hayat yoldaşım Kerim ile men 27 yıl evvel Azerbaycan'a ilk defa gelende insanların mehribanları ve Pekin'in büyük potansiyeli bizi çok tesirlendirdi. O vakten beri Azerbaycan çok büyük inkişaf yolu geçti. Ülkelerimiz arasındaki münasebetlerde bu yeni sayfayı açmaktan şeref duyuyorum. Birləşmiş Krallıqla Azərbaycan arasında yeni strateji tərəfdaşlıq üzərində işin davam etdiyini bildirən səfir bunun ortaq prioritetlərimiz üzrə daha dərin əməkdaşlıq, təhlükəsizliyin gücləndirilməsi və innovasiyalar vasitəsilə nailiyyətlərimizi daha da inkişaf etdirəcəyini vurğuladı. Səfir bərpa olunan enerji, müdafiə, aviasiya istiqamətlərində ölkəmizlə dinamik tərəfdaşlıq qurmaq istədiklərini dedi. Təhsil sahəsində əlaqələri qeyd etdi və gənclər arasında körpülərin gücləndiyini diqqətə çatdırdı. O, Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında sülhün qurulması istiqamətində səylərinin Böyük Britaniya hökuməti tərəfindən təqdir edildiyini və bu irəliləyişin dəstəkləndiyini dedi. Duncan Norman eyni zamanda ölkəsinin Azərbaycanın mina təmizləmə səylərini dəstəkləyən ilk beynəlxalq tərəfdaş olduğunu xatırlatdı. Dövlətimizin başçısı səfirə Bakıda xoş vaxt keçirməyi arzuladı. Onun Azərbaycan dilində danışmasını yüksək qiymətləndirdi. Prezident İlham Əliyev gündəliyimizlə bağlı məsələlərin yalnız iki tərəfli müstəvidə deyil, regional inkişaf və əməkdaşlıq baxımından da böyük əhəmiyyət kəsb etdiyini dedi. Mina təmizləmə sahəsində yardıma görə Böyük Britaniya hökumətinə minnətdarlığını ifadə edən dövlətimizin başçısı bu sahədə ölkəmizin daha sıx beynəlxalq əməkdaşlığa ehtiyacı olduğunu bildirdi. 30 il əvvəl Azərbaycan Böyük Britaniya əməkdaşlığının məhz enerji sahəsində başladığını xatırladan Prezident İlham Əliyev hazırda bərpa olunan enerji istiqamətində tərəfdaşlıq üçün böyük potensialın olduğunu bildirdi. Bu xüsusda ölkəmizdə ilk günəş elektrik stansiyasının BP tərəfindən tikildiyini qeyd etdi. Dövlətimizin başçısı müstəqilliyimizin 35 ilinin bir ilini sülh şəraitində yaşadığımızı deyərək, bunun region üçün böyük bir dəyişiklik olduğunu vurğuladı. Prezident İlham Əliyev dedi ki, regiondakı vəziyyəti nəzərə alaraq, təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək. Ölkəmizdə müsbət investisiya mühitinin yaradıldığını deyən dövlətimizin başçısı, Azərbaycan və Britaniya şirkətləri tərəfindən böyük qarşılıqlı marağın olduğunu vurğuladı. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.